Tramp Putinə master-klass keçdi. Bakı və İrəvanla bağlı suala maraqlı cavab. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından sonra Rusiya prezidenti Vladimir Putin onunla əlaqə saxlayıb. Report xəbər verir ki, o bu barədə Davos İqtisadi Forumunda çıxış edərkən bildirib. Prezident Putin mənə zəng edərək deyib ki, bu münaqişəni həll etməyimə inana bilmir. Münaqişə 35 ildir davam eləyirdi, mən isə onu bir gündə həll elədim. O qeyd edib ki, 10 il ərzində münaqişəni həll etməyə çalışıb, lakin uğursuz olub deyə Trump deyib. Amerika Birləşmiş Ştatları prezidenti qeyd edib ki, söhbət zamanı o, Rusiya liderinə Ukraynada münaqişənin həllinə diqqət yetirməyi məsləhət görüb. Mən ona dedim, xahiş eləyirəm, diqqətini öz müharibənizi bitirməyə yönəlt. Bu məsələ barədə isə narahat olma deyə Trump vurğulayıb.